Uşaqlar kütləvi şəkildə qırılırdı. Ona görə ayrıca uşaq qəbirstanlığı yaratdılar. Uşaq məzarlığı. Yüzlərlə körpənin ruhunun uyuduğu məzarlıq. Bura Sumqayıtdır. Qeyd edim ki, 1980-ci illərdə kimyəvi zavodlardan çıxan tüstünün təsirindən elə ana bətnində ölü halda doğulan körpələr məhz onlar üçün ayrılan bu Sumqayıt Şərq qəbirstanlığında illər öncə dəfn olunub. Sumqayıtda unudulmayan faciədən danışacağıq. Azərbaycanda tək uşaq qəbirstanlığının bu şəhərdə yerləşdiyini çoxları bilmir. Bu məkan təkcə kiçik məzarların toplandığı bir sahə yox, bir dövrün ağır faciəsinin, yüzlərlə körpənin səbəbsizcə itirilmiş həyatının səssiz şahididir. Burada illər öncə kimyəvi zavodların zəhərli tullantıların səbəbindən kütləvi şəkildə dünyasını dəyişən körpələr dəfn edilib. O dövrdə şəhərin sənaye zonasında baş vermiş kimyəvi çirklənmə elə ciddi həddə çatmışdı ki, körpələrin bir qismi ana bətnində həyatını itirir, bir qismi isə doğulduqdan cəmi bir neçə ay sonra dünyasını dəyişirdi. Bu dəhşətli hal uzun müddət davam edib və Sumqayıt tarixində qara izlər buraxıb. Sonradan zavodların fəaliyyətinin dayanması, təhlükəli emissiyaların azaldılması nəticəsində uşaq ölümləri kəskin şəkildə azaldılıb. Lakin arxada qalan yüzlərlə kiçik məzar bu gün də həmin dövrün izlərini daşıyır. Təəssüf ki, indi bu uşaq qəbirstanlığı demək olar ki, tamamilə baxımsız vəziyyətdədir. Burada dəfn olunan körpələrin böyük bir qismi ana bətnində və ya dünyaya gələn kimi həyatını itirdiyi üçün onların cinsiyyəti, kimliyi və adı bilinməyib. Bu səbəbdən baş daşları qoyulmayıb və zamanla həmin məzarlar demək olar ki, torpağın altında itib batıb. Uşaq qəbirstanlığında olan qəbir daşlarının məhz bu vəziyyətdə olmasının səbəbi var. Belə ki, ana bətnində ölü döl halında olan körpələrin cinsiyyəti bəlli olmadığı üçün onlar sadəcə olaraq bu qəbirstanlıqda dəfn olunub və yerləri bəlli olsun deyənə, bax bu cür daş parçaları onların üzərinə qəbir daşı kimi yerləşdirilib. Ərazidə olan isə digər qəbir baş daşı gördüyümüz qəbirlər isə sadəcə olaraq bir neçə yaş qrupunda olan uşaqlardılar. Onlara valideynləri hər il onları ziyarətə gəlirlər və ərazidə abadlıq işləri, təmizlik işləri həyata keçirirlər. Bu ərazilərdə müəyyən abadlıq işləri aparılsa da ümumi mənzərə ürək ağrıdır. Qəbirstanlıq həm fiziki baxımından baxımsızdır, həm də mənəvi olaraq unudulmuş kimidir. Bura gələn hər kəs sanki illərlə danışılmayan bir faciənin nəfəsini hiss edir. Kiçik məzarların susqunluğu isə bir dövrün acı həqiqətini xatırladır. Sənaye tullantıların qurbanı olmuş günahsız körpələr. Məhəbbət xanım, Sumqayıt şəhərində uşaq qəbirstanlığı var. Ölkəmizdə yeganə uşaq qəbirstanlığı məhz Sumqayıt şəhərində yerləşir. Bildiyim qədərilə siz həmin vaxtı Sumqayıtda kimyəvi zavodların birində... Bəli, 80-cı illərdə. O kütləvi məzarlıq necə yarandı? Uşaqların kütləvi ölümü nəticəsində yarandı da. Sumqayıtda kimya zavodları həddindən artıq çox idi. Saylarını deyə bilmərəm neçə idi. Amma çox idi. Ekologiyanın pozulmasına görə, havanın zəhərli olmasına görə uşaqlar kütləvi şəkildə qırılırdı. Ona görə ayrıca uşaq qəbirstanlığı yaratdılar. Siz həmin vaxtı zavodda işləyirdiniz? Bəli, mən həmin vaxtı Ximzavod adlanırdı ora. Orada işləyirdim mən. 80-cı illərdə idi. Hətta ana bətnində uşaqlar belə ölürdülər. İndi mən onu deyə bilmərəm necə baş verirdi. Amma uşaqlar çox ölürdü da o zamanlar. Hər gün eşidirdim ki, falan yerdə falan kəsin uşağı öldü. Deyirəm də, hətta ana bətnində doğulmamış uşaqlar yarımçıq tələf olurdular. Yəni bunlar tez-tez baş verdiyinə görə... Tez-tez baş verdiyinə görə, bəli. Zəmin yarandı ki, Sumqayıtda qəbirstanlığı... Sumqayıtda ayrıca uşaq qəbirstanlığı yaransın. Yəni gün ərzində neçə uşaq ölürdü, ona görə ayrıca qəbirstanlıq təşkil elədilər. Bu uşaq qəbirstanlığı artıq yüzlərlə uşaq məzarı var orada. Çoxdur məncə, 100-dən də çox ola bilər. 80-cı illərdə idi da, neçə il müddətinə baş verdiyini dəqiq deyə bilmərəm, amma 80-cı illərdə idi o. Çünki o illərdə Sumqayıtda həddindən artıq çox kimya zavodları var idi. Dayanmadan da tikirdilər. Oradan kimyəvi tüstülərin zəhərlənməsində... Ximkombinat adlanırdı, kompresor adlanırdı, ximzavod adlanırdı, superfosfat adlanırdı. Lindan deyirdilər, cürbəcür zavodlar var idi. Civə istehsalı eləyən kimyəvi məhsullar. Bəli, həddindən artıq Sumqayıtın onda vəziyyəti ağır idi ekoloji cəhətdən. Ona görə də körpə uşaqlar dözmürdü. Ona görə körpə uşaqlar dözmürdü. Hava çox çirkli idi. Hətta Sumqayıta bir zamanlar, yəqin ki, bilirsiniz, çəkilişlər də olub, ölü şəhər adı vermişdilər. Bəli. Ona görə də o körpə uşaqlar orada məzarlıq yaratdılar. Məzarlıq yaratdılar. Yəni, fiziki cəhətdən şikəst olan uşaqlar hətta olurdu. Yəni, ölməsə də onların fiziki məhdudiyyəti olurdu. Cürbəcür xəstəlikləri olurdu. Həmin vaxtı valideynlər bununla bağlı bir
həyəcan təbil çalırdılar da yəqin Yox, ki. o zaman neyniyə bilərdilər axı? O zaman Sovet hökuməti idi. O vaxt heç kim heç nə deyə bilməzdi. Ki, yəni bu kütləvi uşaq ölümü ilə bağlı. Yox, hamı əlaqələndirirdi. Hamı da çox gözəl bilirdi ki, Bəli. bu ekologiya ilə əlaqədardır. Amma yəni mən eşitməmişəm ki, kimsə desin ki, mənim uşağım niyə öldü? Mən zavodda işləyirəm, ona görə öldü, zəhərləndi, öldü. Yəni belə sözləri eşitməmişəm, mən deyə bilmərəm yalandan. Yəni tək zavodda işləyənlər hamilə Yox, qadınlar deyil, ümumiyyətlə elə Sumqayıt Sumqayıt şəhərində, hə, Sumqayıt şəhərində heç işləməyənlərin də axı ekologiya o qədər pozulmuşdu ki, səhər-səhər dururdun, göyün üzü duman idi elə bilirdin. Nəfəs almaq olmurdu. Elə bir şəhərə tüstü buraxıblar. Ya şikəst gəlirdilər dünyaya, ya ölü doğulurdular, ya olandan sonra ölürdülər, yəni yaşamırdılar, bax belə. Bu uşaq məzarlığının hazırki vəziyyəti həm yerli qurumların diqqət yetirməli olduğu ciddi bir sosial problemdir, həm də ölkənin ekoloji tarixində baş vermiş faciənin unudulmaması üçün vacib bir xatırlatmadır. Uşaq qəbirstanlığını ziyarət etdik. Orada hətta başdaşları belə yoxdur. Sadəcə olaraq yerləri bilinir ki, burada uşaqlar dəfn olunub. Yəni o vaxtda belə bir idi adət-ənənə ki, sadəcə dəfn eləsin üstünə bir başdaş. Hə, o zamanlar elə idi də. Adətən o körpə deyəndə 5 aylıq, 3 aylıq, 2 aylıq uşaqları dəfn eləyəndə elə idi. Elə dəfn eləyirdilər, balaca bir daş qoyurdular ki, yəni burada kimisə dəfn eləyiblər. Hansısa uşaq dəfn olunub. Hə, hansısa uşaq dəfn olunub. Yəni onlar çoxsa ana bətnində məhv olan uşaqlar da olurdu. Onu gətirib orada dəfn eləyirdilər elə. İndi mən heç inanmıram ki, o qəbirstanlıqda uşaq dəfn olunub. Yəni ora son zamanlar düzü getməmişəm, amma heç eşitməmişəm də. Bəli, bir neçə uşaq qəbri gördük. Onlar da bildiyim qədərilə çoxsu avtoqəzada dünyasını dəyişənlərdir. Hə, o xəstəliklə əlaqədar. O indi mümkünsüzdür ki, heç uşaq ölümü olmasın. Yəni o indi ekologiya ilə əlaqədar deyil də müəyyən səbəblərdən. Bəli, o vaxtı zavoda görə idi. Amma o vaxt ekologiyaya görə idi, zavoda görə idi. Hələ o vaxtın fəsadların orada işləyənlər indi də çəkməkdədir. Yəni Hətta o zaman yaşayıb orada işləyən insanlar hələ də onun fəsadlarını çəkməkdədir. Hə, çox zəhərli. yəni o zəhərin təsirindən Bəli, müxtəlif bəli, xəstəliklər müxtəlif tapanlar xəstəliklər, olur da. hə, İstəyir çox. qadın, istəyir kişi. Hə, hamısı. Dişləri tökülürdü, saçları tökülürdü. Yəni ciyər xəstəliyi əmələ gəlirdi, cürbəcür xəstəliklərə tutulurdular. Yəni o demək olar ki, orada hava adında bir şey yox idi, ancaq zəhər udurdu. Bəli. Ölü şəhər ona görə adlandırılmışdı. Bir zamanlar dedim də ölü şəhər adı vermişdilər Sumqayıta. İndi Sumqayıtını necə adlandırırlar? İndi bilmirəm daha necə adlandırırlar, amma o zaman elə idi. İndi həm Gənclik şəhəri adlandırırlar, həm Həmrəli şəhəri adlandırırlar, həm Gözəllik şəhəri adlandırırlar. İndi mən yaşlanmışam deyən çıxmıram, girmirəm heç yerə cəmiyyətinə. Qaynamıram, qarışmıram, bilmirəm. Amma o zamanlar indi gənc idim, gedirdim, gəlirdim hər yerə, bilirdim hər şeyi. Gəncliyim mənim elə zavodda işləməklə keçir. Mən özüm 33 il işləmişəm Ximzavodda. 33 il. Hamısı bütün proseslərdə sizin gözünüzün qarşısında. Hamısı. Demək olar Sumqayıtın yarısı elə mənim gözümün qabağında tikilib. O cümlədən elə zavodların yarısıdır. Həm işləmisiniz? Hə, işləmişəm 33 il Ximzavodda. Özdə ən dəhşətli zavod elə Ximzavodu idi. Oradan kimyəvi tüstülər Hə, çıxırdı. orada civə sexləri var idi. Ora xlor sexləri deyirdilər də, indi cəmaət belə adlandırırdı. Yəqin ki, onun indi başqa cür adları da var idi. Civə sexi, xlor sexi. Ən zəhərli zavod idi ora. Uzun illər öncə zəhərli tüstünün qurbanı olan bu körpələrin xatirəsi baxımsızlıq içində yox olmalı deyil. Uşaq qəbirstanlığının bərpası, abadlaşdırılması və qorunması həm tarixi məsuliyyət, həm də mənəvi borcdur. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.